İranda iki siyasi məhbus Yaqub Kərimpur və Nasir Bəkirzadə casusluq ittihamı ilə dar ağacından asılıb. İranın məhkəmə ədliyyə sisteminin mətbuat orqanından bildirilib ki, hər iki şəxs İsrail və Mossadın xeyrinə, yəni İsrailin Mossad Kəşfiyyat Təşkilatının xeyrinə əməkdaşlıq və casusluq ittihamı ilə ölüm cəzasına məhkum edilib. Bildirilib ki, Yaqub Kərimpur və Nasir Bəkirzadə barəsində çıxarılan hökm işin hüquqi araşdırılmasından və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmasından sonra icra olunub. Ümumiyyətlə, bu xəbər Allah rəhmət eləsin ölənlərə, bütün ölənlərə. İranda, yəni o edam, Amerika deyirdi ki, edam, mənə görə Trump deyirdi ki, bu edamı ləğv elədilər, edama getmədilər filanlar, bu müharibə zamanı, yoxsa ixtişaşlar zamanı, edamları azalt, hələ müharibədən əvvəl, fevraldan əvvəl. 2025-ci il dekabrın 28-də başlayan ixtişaşlar zamanı, onda da edamlar həyata keçirilib, əlbəttə ki. Ondan sonra da indi edamlar həyata keçirilir. Yəni Trumpın, Amerika Birləşmiş Ştatlarının biz edamları falanları dayandıracağıq, buna imkan verməyəcəyik. İranda etiraz edən əhalini onların istədiyi vüsətə, azadlığa, sərbəstliyə çatdıracaq və s. və ilə axır söhbəti getmədi. İranla müharibə oldu, əlbəttə ki, bu İranı zəiflətdi, biraz axsatdı, amma köklü heç nəyi dəyişmədi. İrandan müharibəni hətta indi deyirlər ki, Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqını sınıq salxaq duruma salmaq istəyi ilə bağlıdır. Yəni, Hörmüz boğazının blokadası Amerikaya heç bir təsir eləmir. Amerika müharibədə nələrsə itirdi, İranda itirdi. Bütün bunlar Avropa İttifaqını zəiflətmək məqsədlidir deyilənə görə. İndi iddialar var, versiyalar çoxdur. Bu iddialar daha əvvəldən də səsləndirilmişdi. Bildiyiniz kimi bu böyük oyunun bir hissəsi də ola bilər, çünki 2018 ya 19-cu ildə səhv etmirəmsə, Böyük Britaniya Brexitdən Avropa İttifaqından çıxmışdı və bütün Avropa İttifaqının o vaxtı təsisatlarının başına fransızlar ya fransız qarşılığı olan Belçikalılar Charles Michel timsalında gətirilmişdi. Bu da Fransanın Avropada hegemonluğu kimi qələmə verilirdi. Elə məhz bu hegemonluğu dağıtmaq üçün Rusiya-Ukrayna müharibəsinin yeni fazasının gündəmə gətirildi 2022-ci ildə və Britaniya qarşı hamı, Amerika filan dəstək nümayiş etdirdi ki, digər Avropa ölkələrdə bu dəstəkdən kənarda qalmasın və hamı soyulsun, pulu, belə deyim də, Avropa İttifaqının Ukrayna yardımları filan, Amerika Birləşmiş Ştatlarının nüvə təhlükəsizliyi məsələsində Avropanı tək buraxmaq qorxusu var Brüsseldə, ümumiyyətlə Avropa paytaxtlarında. Bütün bunlar aləmdə bir-birinə sanki İsrail, Britaniya, Amerika Birləşmiş Ştatları üçbucaq o vaxt belə deyimlər yaranmışdı ki, bu üçbucaq dünyanı biraz dəyişmək istəyir. Bu